Yaxşı, Teşekkür ederim. gözəl keçdi oyun. Çok sağ ol. Teşekkür ederim. Mən sənə demişdim rayona gedəndə yazacağım. Yazdığımda sən cavab vermədin. Takipdə atmamısan deyə növbətin yazamıram. 4-5 min mesaj isteği var məndə. Mən Bilirəm əzizim. Bilirəm. Əslində səndən rica eləsəm, nauşniki çıxarsam mən bir çetə bir söz demək istəyirəm. Belə şey mümkündür. Nətən naşıq çıxartsam? Səni eşitməyi istəmirəm sadəcə olaraq. O kayda çözüyor onsuz da zaten işleyeceğim. Belə deyim də, bayaq da Qazi qardaş qoşulmuşdu ağsaqqalımız. Qardaş deyə müraciət oldu. Məlum idi ki, onun pis niyyəti yox idi. Sadəcə mən rica eləmək istəyirəm ki, orada verilən sualları bir də sənə verməsinlər də. Yəni ehtiyac yoxdur axı elə şeylərə. Səni də pis eləyirlər, biz baxırıq, biz də pis oluruq. Yəni Bu suallara mən cavab verə bilmirəm. İstəmirəm. bilirəm, bax sən onları atmaqda onlar bəlkə də düz başa düşmürlər. Amma bil ki, başa düşən başa düşür ki, yəni sən niyə atırsan onları. Sən can sağlığı arzulayıram Çevik. Çox sağ ol. Qardaşımızsan, ürəyimizsən. İmkanın olsa takip at, bir nömrələşək. Öpürəm səni. Çok sağ ol Ezim. Teşekkürler. Var Sağ ol əzizim, sağ ol, var ol, sağ ol. Teşekkürler. Sağ ol. 313 buyur, hoş geldin sen. Axşamın xeyir Çevik. Akşamı xeyir kardeş. Necəsən qardaş? Çok sağ ol. Sen necəsən kardeş? Çox sağ olun, Yani çox sağ olun. düşüp Mən kalkacak, narahat olmayın inşallah. Ha buyur. 313 özüm yazdım qalxmaq üçün. Aha. Yaralı zayıf yerimi bilirsin. Bağışla, sənlə bağışla. Demək, Şeşbər babanın üstündə gedib 500 manata qoyun alıb, kəsib orada millətə paylayan tanımadıqlarına və yaxud da ki 5 manata cücəni alıb, evdə xanımını zülmlə ona baxdırıb aparıb 8 dənəsini Şeşbər babanın üstündə paylayanlara heç nə başa sala bilməyirsən qardaşım. Elimden gönüllüyüm de. Sənə uğurlar arzulayıram. Çok sağ ol. Teşekkür ederim. Var mısın? Çox sağ ol. Uğurlar. Teşekkürler. 0903 2025 buyur. Hoş geldin sen. Salam, axşamınız xeyir olsun. Akşamınız xeyir. Qardaş, bir dəqiqə vaxtınızı alacağım. Hal-hazırda bizdə canlı yayımda bir nəfər adam izləyir. Sizin hər dəfə paylaşımlarınıza baxıram, canlı yayınıza baxıram. Çox sağ olun. Həqiqətən maarifləndirici mövzulara toxunursunuz. Maarifləndirici mövzulara toxunursunuz. Çox sağ olun, var olun. Əlavə bir şey də demək istəyirəm ki, o günlərin bir nəfər canlı yayımda rastıma çıxdı. Belə bir şey dedi ki, Yaradandan, Tanrıdan danışdı. Dedim, qardaş, mənə görə Yaradan Tanrı bu günlərim puldu, dollardı. Niyə? Çünki bu günlərim deyirəm ki, biz həkimə gedirik və oturaq bir dua eləyək. Deyək ki, ay Allah, sən bizi sağalt, bizi, nə bilim, sağlığımıza qovuşdur. Alınmır. Amma həkimin yanına gedirik. Qardaş, resept yazır 5 manat, 10 manat, 100 manat fərqi yoxdur. Hər nə qədər olursa olsun. Gedirik dərman alıb sağalıq. Yəqin ki, sizin də qarşınıza çıxmış olar. Kefli İskəndər kinosu var. Orada bir epizod var da. Deyir ki, mən ərəbcə danışıram, mən frəngcə danışıram, bu ərəbcə danışır. Deyir, ağladan ha. Belə bir şey var da. İndi bunlar bəlkə şeyə keçir. Ben prosto biraz kefsiz içenlerim de. İndi qardaşım, bu sənin öz halı və əhvalıma baxır. Sadəcə olanı budur ki, reallıq budur. Bu günlərin bizim gənclərimiz, tələbələrimiz, ümumiyyətcə hər kim olursa olsun, fərqi yoxdur oxudan. Bu günlərim təhsil almalıdır, qardaş. Bu günlərim elmlə məşğul olmalıdır. Yəni, mən də onun tərəfdarıyam. Hər kim oluramsa olun, fərqi yoxdur. Hər nəyəm. Olanı budur ki, qardaş, təhsil ən başlıca bu günlərin bir millətin məhv eləmək istəyirsənsə, onun tibbi bir də təhsildir. Ən əsası budur. Mən də bunun tərəfdarıyam, sağ ol. Mən müəyyən müddətdir sənin canlı izləyirəm, paylaşımlarına baxıram, sağ ol, var ol, həqiqətən. Yəni, bir dəqiqə, 2 dəqiqə də olsa vaxtımızı aldım. Zəhmət olmasa mənim canlıdan ayırın, mən bundan tam başım çıxmır. Yenə də diqqətiniz üçün təşəkkürlər. Hoş geldin, teşekkürler. Var olasın. Sabit kardeş buyur, hoş geldin sen. Axşamınız xeyir müəllim. Akşamın xeyir kardeş. Ben müəllim demeyin de xahiş edirəm. Yaxşı. Müəllim, əhərləmliklə bağlı bir şey necə yaranıb bu?
Yəni 10 gün 10 gün, Məhrəmlik. hətta 10 gün 10 gün qabağa sürürlər də bu. Ha, təqvimə görə də. Hicri ilə şey, miladi ilə uyğunsuzluğu ilə. Yəni bir tarix yoxdur da ki, iminli ay falan vaxtında olur bu. Şimdi Kərbəla hadisəsidir də, əzizim, bu döyüşdür. Bir dava olub, bir iqtidar uğrunda döyüş olub. Ardınca da bunu... Bu arada bunun məlumatını mən yüngülvari vereyim, siz gerisini özünüz araşdırın. Əzizim, bu İranda məhrəmlik söhbətinin bu qədər, Hüseyin söhbətinin bu qədər ön planda olmasının önəmli səbəblərindən biri Hüseynin xanımlarından birinin fars olmasıdır. deyir ki, orada şey olur da, bütün vaxtı, qışda da qarzad yağmayıb, bu ayı tuta bilməyiblər. Ona görə Yox, əzizim, bunlar saçmalıqdır, təzmin. Boş şey. Başka bir şey yoktu Sabit kardeş. sağlığınız, sizi... Hadi aşağıda yazdı, Bosna'yı yazdı, Şehrabani. Şehrabani yok, Şehrabani'dir ben bilen o. Ha. Şey, Fars olduğuna göre daha çok İran'da tutulur. Teşekkürler azizim, var olasın. Sağ ol. Şuurdur da zəhmət. Elbette. Rızayevo, buyur, hoş geldin sen. Dostum buyur, hoş geldin sen. Ay vatandaş. Şerabani. Şehrabani, Şerabani. Ha, Şerabani. Bədbəxt gündə biz zad deyilik. Ölkəsinin 10 minlərlə şəhid ola, ərəb şəhidinə yas saxlayanlar olar bədbəxt. Elvin buyur, hoş geldin sen. Cərna eşitirsən mi? Buyur qardaş. Aa, nə boş danışsınız ha, müşrik yığınağı burada. Rəbbim bizə nasib müsəlmansan eləsin. qardaş. Cərna deyirəm, əlhamdülillah müsəlmanam. Rəbbim biz müsəlmanları nasib eləsin. Siz kimi kafirlərin boynunu vurmağı. Sen haram vətəndaşsan. Aya, sana nə fərqi var? Mən aram vətəndaşıyam, vətəndaşı deyəm. Qulaq Buna bakın asıram uşaqlar, sənə. alın size qum meymunu. Qum meymunu yok şey. Meymun? Meymunun yekəsənə, kimə deysənə? Alın size bak. Kum meymunu. Hə, cırıq. Çox danışma. Ədəbin olsun. Bəs nə oldu? Müslüman idin sen, elhamdülillah deyirdin. Alın size işit terörçüsü. Boyun vursun. Sana da elə boyun vurarsan. Ama qələmin falan da. Yəni qələmin qapağı, boyun olan hissəsi var. Ya. Terörist şəbzül. Cəngəm hardan şəkillər çəkdir? Bu Azərbaycanlı da. Yox. Böyle söylersen sen kimi şeylerin teröristlerin Azerbaycan'da ne işi var? Bu şey değil. Ehl-i sünnet değil. Standart ehl-i sünnet değil. Neden adı? Selefi değil bu. Hevariştir büyük ihtimal. Bu video fasonuna bakın bir tane size. Ben bir de koymam. Bu normal selefi değil bu. Hevariştir. Ha. Merinos koyununa oxşayır köpək oğlu. Neyse. Səyyar buyur, hoş gəlirsən. Salam Çevik, axşamın xeyir. Axşamın xeyir. Neyse, mən maraqlıdır sənin verişinə, pastayanı baxıram da. Teşekkürler əzizim, var olsun. Heç bir sualım lazım yox. Amma biləm ki, hamıdan çox Allaha inanan sənsin. Öyle mi? Bir dənə mən onu biləm. Başqa heç nə bilmirəm, amma bir dənə onu Bak biləm. onu niye ifşa ediyorsun ki? Bak məni niye ifşa ediyorsun ay kardeş? Yox, bir kəlmə söz deyirəm, çıxıram. Mən bildim ki, sən prosto bilmək istəyirsən ki, bunlar görüm hansı Allaha yəni ki ibadət edir. Bunlar heç Sus da, bilirlər mi? sus da yoldaş, niye ifşa ediyorsun ben? Amma sən hamıdan çox Ay inanan kardeş, sənsən. sirri niye açırsan, sirri niye pozursan? Prosto Allah ki. Yəni bu mən sənin verilişi və ən birinci baxandan yanımda olan uşaqlara demişəm ki, qaqa, bu prosto bir sənətləri yoxlayır da cəmaatı da görün bura nətər. Amma ki
bilirəm ki, hamıdan da çox inanıram. Tüm sırrı bozdun ya. Yəni kəlmə şəhadətini bilmirəm. Yəni ki, bilirəm ki, müsəlmanam da, yəni heç namazla heç nə yəni bilmirəm də. Yəni nə oxumaq bilirəm, nə yazmaq bilirəm, amma bilirəm ki, yəni bu öz təcrübəmlə də sənin danışığına fikir verirəm Tüm sırrı ki, bozdun. elə hamıdan da çox elə inanan sənsən. Prosta cəmaat yoxlayırsan da, həm də ki bilsən necə veriliş dağıtmısan, vaxtını keçirmirsən də. Amma belə şeyə qalsa, inanmağa qalsa hamıdan da çox inanan sənsən. Tüm sırrı bozdu. Teşekkürler dostum, sağ ol. Sağ ol qardaşım, öpürəm səni, bağrıma basıram. Sağ ol. Bizə də özlərinə təsəlli verilir. Qardaşım, niyə ilişsi bunu? Özünüzə niyə təsəlli vermək çalışırsınız? Mirişli buyur, xoş gəlibsən. Salam, axşamınız xeyir, xoş gördük. Axşamın xeyir. İfşalatlar eyvallah. Deməli, Çevik müəllim, deyirsiniz ki, Allah yoxdur, düzdür? Aha, elə deyirəm. Bunu elmi şəkildə mənə qısa izah eləyə bilərsiniz? Elmi şəkildə, hə, elmi şəkildə mən elmi Yəni, mövzular, fəlsəfə mövzusu. əsaslandırmaz, necə? Fəlsəfə mövzusudur axı bu, varlıq fəlsəfəsi mövzusudur bu, tam olaraq. Canım gözüm. Belə deyim də, mən öz fikrimi demək istəyim sizə, bax, yaradılışın axı sonuna gedəndə deyirsiniz ki, təkamüldə yaranmışıq. Mən özüm biologiyada oxumuşam, bilirəm də. Yəni, ilk olaraq təkamülü cansızdan canlıya keçmək, belə deyirlər də, ilk canlının yaradılışı. Hə, cansızdan canlıya keçid təkamülün mövzusu deyil, abiyogenezin mövzusudur mənim dostum. Abiyogenezm, bəli, abiyogenezdə, Bəli, yəni ümumiyyətlə abiyogenez. ilk canlını yaradır. Yəni, o necə mümkün ola bilər öz-özünə? Bunun sübutu var, bunu sübut edə Birincisi bilirlər. əzizim, öz-özünə dediyin şey kimyasal reaksiyondur. Bu 1954-də, səhv eləmirəmsə 54-dədir. Miller-Urey deneyində test olunub zaten. 2. Kimyasal reaksiyonun tetikləyicisi minlər iqlim şəraiti də ola bilər, minlər iqlim şərti də ola bilər. Başa düşürsən? Bəli. Bəli. Qum memunu nə idi? Tanımdır da. Başqa bir şey var mı qardaşım? Sən müsəlmansan, xristiansan, yoxsa yahudisan? Müsəlman təbii ki. Nətər olurlar müsəlman? Mən müsəlman olmaq istədim anidən. Fikrimi dəyişdim. Olacaqsan. Mən elə bilirəm ki, Gedim- sən yəni bu sabahdan gedim nə alırım. vaxtsa müsəlman olacaqsan. Gedib molla işləyəcəm, imam işləyəcəm. Həm də 5000 manat. Yox, molla işləməyə belə ehtiyac yoxdur da. Allah tanıyıb şəhadət Niyə ki gətirsin. molla işləyənmərəm mən? Molla deyə molla olmağa ehtiyac yoxdur. Ya dəymir ki, mən kimi bir mollaya 5000 manat verməyə, fiqh bilirəm, şəri qanunları bilirəm. Yox, ehtiyac yox. Kimə deyir ki, 5000 manat alan şeylər bilir ki, o qədər şey. Sənin qədər bilmir çoxsun. Onda niyə mənə 5000 manat verməsinlər ki? İstəyirsən ged ol da. Və sən İslam dinini qəbul eləmirsən ha. Molla işləmək üçün İslam dinini qəbul etmək lazımdır. Bəli. Niyə İslam dinini mollalar Rəsmi bir İslam dövlət dinini ştatı. Rəsmi bir dövlət ştatıdır. İşdir bu. Sən mən orijinalda inanmıram nəyə lazım? Mollaların vəzifəsi nədir? Din öyrətmək. Mən də din öyrədirəm də. Din hansı dini? İslam dini. İslam dinini qəbul eləmədiyin bir şey necə öyrədərsən? Nə dəxli var ki? Sən ki qəbul eləmsən. Mən İslam dini? Hə. Bəli. Tamam mən də öyrətirim. Sən mən öyrətirim. Nətə qəbul eləmsən? İslam dini nətə qəbul edirlər? Heç nə, şəhadət gətirib Allahın varlığına inanır. Bəs Allahın İslam varlığına şərtləri, inanırsan, imanın bil. şərtləri. İman gətirmək çətin deyil ki, Allaha inanırsan, vəsə. Şəhadət. Şöyle öyle 6 şərti var. Kəlmə. Necə? 6 şərti var axı. 6 şərti var, bəli. 5 dənədir, 6 dənədir. Qaldı ki, ya 5 də deyirlər, 3 də deyirlər. Ümumiyyətlə əsas şəhadət gətirməkdir. Allahı qəbul edirdim, müsəlman. Ziccətə görə şəhadət öyrətməyə görə nə deyirlər şəhadətdə? Əşhədə ən la ilahə illallah, əşhədə ənə Muhammədən Rəsulullah və əşhədə ənə Əliyyən vəliyullah. Allah təkdir, Muhammed onu. Əliyyən vəliyullah, bəli. Hardan çıxartdın Əmir. Əliyyən? Əliyyən, bir deyil. Hardan çıxartdın? Hə. Necə hardan çıxartdın? Hardan çıxartdın da? Yəni harda çox, harda yazılıb ki, bu belə deyilməlidir, Əliyyən Vəliyullah deməlidir. Vəliyullah, Əmir Əliyyən deyəmirəm sonra. Əli kimdir möminlərin əmiri? Əliyyən Əmir əl-mömininə. Əmbər möminlər Hələ əmir. möminə yox, mömin.
Möminəm. Mömin bəli. Bəli. Möminlərin əmri şeydir, Əlidir. Bəli. Bəli, bu Şiə nədir? məzhəbində İmam Məhəmməd peyğəmbər davamçısının əlini götürürlər. Əbu Bəkir kimin davamçısıdır? Ömər kimin davamçısıdır? Onlar başqa məzhəblərdə deyilir ki, davamçı olur. Şiələr əlini Başqa davamçı olur. məzhəb, başqa Quran istifadə edirsiniz, başqa Quran. Xeyr, inanclar çoxdur. Sünnilər başqa cür düşünür, şiələr başqa cür. Sünnilər müsəlman deyil, Gəldi, mən siz yaxşı- müsəlmansınız. Yoxsa siz müsəlmansınız, onlar müsəlman deyil. Yox, hamımız müsəlmanlar. İndi sən mənə deyirəm Osmanlının əlindəki xilafəti qəbul edirsən, sən möminlərin əmri Fatih Sultan Məhməti məsələn, ya da Sultan Süleymanı. Xəlifə idi də bilirsən də. Bilirəm, bəli. Heç sən mənə də görüm. Bu Sultan Süleyman sən şeyindir, qəbul edirsən mi möminlərin əmiri olaraq? Xeyr. Niyə ki? Əlidən nəyə Çünki istəyir? onlar Allah tərəfindən seçilmiş imamlarımızdır, peyğəmbərlərimizdir. Məhəmməddən sonra mən əlini qəbul edirəm. Tamam, əlini kim seçdi? Allah seçir. Bəli, Allah Məhəmmədi Hansı seçmiş. ayətdə Məhəmməd də hansı ayətdə seçir? Bu ayət var, Quranda bu ayət olmalıdır. Dəqiq Harda bilmirəm, da o belə. ayət göstər görüm əlini harda seçib ki, sən belə olmalısın. Möminlərin əmri olmalıdır. Dəqiq bilmirəm bu dəqiqə, yəni sənə deməyim yalanı. İndi yaxşı, hal-hazırda möminlərin əmri kimdir? Möminlərin əmiri, Hə. möminlərin əmiri deyə bir şey yoxdur. Biz ümumiyyətlə bizim üçün yol göstərən peyğəmbərlərimiz olub, imamlarımız olub. Hamısı bizim üçün əmrdir. Yox, hal-hazırda bu dinin başında kim var? İmamətdə kim var? Ya da imaməti təmsil edən Dinin məqamda kim var? başınca sonuncu imamdır, zühurdadır, gələcək. Yəni hal-hazırda başsızdır sizin dininiz. Xeyr, Quranda ayə var, deyir ki, biz yer üzünü heç vaxtı canişinsiz buraxmarıq. Tamam da canişin kimdir indi hal-hazırda? İndiki hal-hazırda sonuncu imamdır, zühurdadır. Az zuhurdadsa siz başlısınız da canişin yoxdur hal-hazırda, deyil. Başa Yox, düşmədim, niyə sən ki var? zuhurda olan... Ay qaqaş, sən dinlə bağlı bir şeye düşəndə, nə deyirlər ona? Problemə düşəndə, dinlə bağlı bir şeyi araşdırmağa Allahdan- gedəndə kimdən soruşursan? Allahdan kömək istəyirik. Kimdən Ha, soruşuruq? kömək demirəm. Ha. Çünki Quranda lazım olan hər şey var. Nə var? Nəysə, Quranda lazım olan hər başqa şey varsa artıq möminlərin ehtiyac əmrini hardan aldın? yox. Lazım Quranda möminlərin əmri var. Mən dedim ha, möminlərin bir dənə əmri yoxdur. Kimisə biz əmr tutmuruq ki, deyək ki, yəni, möminlərin hamısının əmri budur. Sən Cəfərisən, İfadə işlətmədim mən. Rafizisən, Cəfərisən, nə sənsən? Mən o dərinliyə qədər getmirəm. Ki, müsəlmanam, Mənə şiyəm, bax, şiyəm. mənim anlamadığım çox özəl bir şey var da. Sən dəlil vermirsən ki, Əli möminlərin əmri olaraq seçilib. Dəlil verməyə Əlini möminlərin əmri olaraq tanıyırsan, Əbu Bəkir Öməri tanımırsan. Niyə? Ya da ki, Sultan Səlimi tanımırsan. Ya da Sultan Səlimi tanımırsan, tanımırsan, Sultan Süleymanı tanımırsan. Niyə? O da möminlərin əmri idi. Məhəmməd peyğəmbər əlini seçib də. Məhəmməd peyğəmbər seçib, Allah seçib. Allah seçib, yəni Məhəmməd peyğəmbər bunu elan edib. Harda elan edib? Olan hamısını. Harda elan edib? Yəni harda elan edib? Yanlarında da öyle. Bax aşağıda sən din şeylərin daşlarında belə deyir. Sən əqidə daşların yazır ki, şeydir, nədir? Ömərlə Əbu Bəkir xəlifə olub. Başa düşmürəm, Əli nə olub ki, xəlifə olmayıb? Xəlifə olub. Hə, Əbu Bəkir də xəlifə olub da, niyə qəbul eləmişsiniz? Əbu Bəkir Allah seçməyib. Allahın seçdiyi xəlifə. Ay sol, Allah seçibsə, Allah peyğəmbərə deyib ki, git falan kəs seç, yoxsa bir yerdə yazıb qoyub ora, Quranda yazıb qoyub. Deyirəm də, Quranda olduğunu dəqiq bilmirəm, olmalıdır. Belə də ki, hədislər var. Hədislər Yaxşında gəldik paragraf 2-yə. Baş verir, sən oradan çıxamıyorsan. Mənə bax, bu Əlini Allah seçibsə, sonrakılar kim seçib? Həsəni kim seçib? Hüseyni kim seçib? Allah. Harda? Harda nə deyə qardaş? Harda Açı, bu Quranda imamların var da. yoxdur, sən onun içində neçə imamın var sən? 12 imam. 12-nin içində Əli var. Bəli, birinci imamımız. Ay bəli. su. Tamam, Əlini Allah seçdi ya da peyğəmbər seçdi. O bizlər kim seçdi? Hamısını Allah seçib də. Hardan seçib? Nətə təmas qrup ki? Özəl təmas qrup şeylə, Hüseynlə.
Bəli, özəl təmas qrup deyəndə İmam Peyğəmbərlərə vəhy gəlib də Allahdan danışa biliblər. Mələklər. Peyğəmbərə gəlib, imama gəlib. Hər birinə gəlib də, hər birinə deyəndə hamısı danışmayıb, yəni vəhy gələnlər olub. Kim də kim? Mədənin Hüseyn Allahla danışır. Kim? Hüseyn. Mən bilmirəm, Allahdan danışıb-danışmayıb. Əbəlfəz Allahla danışır, Əbəlfəz. Mən bilmirəm, hansı Allahdan danışıb-danışmayıb, onu iddia eləmirəm. Başqa bir şey var qaqaşım. Başqa bir şey yoxdur. Mən sənə sən bu söhbəti uzatdın. Mən sənə prosta Allahın yoxluğunu bir sübut eləmirsiniz siz. Yəni siz prosta elə elimiz danışırsınız. Çoxsu 99% insan başa düşmürsün Mən danışır. boş başımra dönə deyirəm. Sən şey eləmsən, nədir? Hə. Zincir vurmağa, sinə vurmağa geysən. Yo, zincir vurmaq, özünə zərər vurmaq, onlar heç yəni müsəlman saymaram mən onları. Uşaqlar bu bir şeyin tapılmalıdır. bir dənə gözlə dostum sən. Uşaqlar, yoldaşlar, bu qaqaşın səsi elə bir biraz tanıdıq gəlir bizə. Köhnələr old izləyicilər bir dənə bir zamanlar qəlbəcırıq deyə biri var idi. Yo, mən Məsələ bu. qoşulmamışam. Yo, sadəcə şeylə qoşulmuşam. O Kamal İdrum'u nədir onunla son vaxtda bir iki dəfə qoşulmuşam. Canınız. Necə tanışın? Hə, anladım. Mənə bax, bu Qədirxumda nə olub, nə baş veribdi? Qədirxumda elə bayaqdan danışdığımız proseslər İmam Əlinin seçilməyi olub. Hara deyib Qədirxum? Qədirxum günün adıdır da. İmam Əli əleyhissalamın seçildiyi gün adıdır. Haradır nə? Hə. Mənə bax, bəs bu İmam Hüseynin Qədirxumuna vaxtı. Senin Qədirxum var? Yoxdur elə bir şey. Mən sənə soruşuram, nətər olur ki olmur? Nətər olur ki olmur, nədir? Başa düşmədim. Nətər olur, əlin seçirlər, İmam Hüseyni seçmirlər. Seçilləri ehtiyac olmayıb ki, hamısına xüsusi gün təyin eləmək. Deyirik ki, 124 min peyğəmbər var. İndi hamısının günün təyin eləyək, saatını təyin eləyək ki, nə vaxt seçilir. Deməli, onda nəsə bir fəzilət var imiş ki, Allah onu ayrıca qeyd eləmək bizə göstərib. Qacan? Nəsə başa düşdünüz. Allah nə var? Deməli, o gündə bir fəzilət var imiş ki, onu bizə münasib görüb də, hamısına ehtiyac olmayıb ki, eləməyib. Bildim. Sən mənə cavablarımı vermirsən axı. Nə sual verirsən sən? Mən sənə deyirəm ki, bu İmam Əlini Allah seçibsə, İmam Hüseyni kim seçib? Hamısını Allah seçib. Nətər seçib? Allah peyğəmbərlə danışırdı da, şeylə danışmırdı ki, imamlarla danışmırdı. Nə bilsən danışmırdı? Mən danışdığını deyə bilmirəm. Sən danışmadığını deyə bilirsən. İmamlarla danışır. Bəli, imamlarla mələklər vasitəsilə danışmadığını adam bilirsən. Mələklər Nəsə, vasitəsilə imamlarla yəni danışır. özlərindən İmamlar deyiblər ki, imamlar hamısı bir-birinin nəslindən davam olub da, düzdür? Bildim, yox, qulaq as da. Qulağına fısıldayıb ki, sən imam təyin edirəm. Bəli, mələklər gəlib fərq gətirib. Sənin dilindən qulağına fısıldayıb. Gizli. Bəli. Məhəmməd Peyğəmbərə Quran necə nazil olub? Quran nazil olub. Bəli. Məhəmməd Peyğəmbər oxuma yazma bilmirdi, tarix deyil. Necə oldu Quranı yazdı? O zaman oxuma yazma bilmirdi, sənətər oldu Quran yazdı bəs. Hədə mən səndən soruşuram. Mən də səndən soruşuram da. Mən deyirəm Quran zad yazmayıb o. Mən cavabını verirəm də vəhy gəlib. Nə gəlib? Vəhy gəlib də Allahın sayəsində Nətər Quran gəlibdi? Vedrə ilə gəlib? yox. Hə, nətər gəlib? Nə tərcəlib? O sənin mənim beynimlə düşünüb anlayacağımız bir şey deyil. Mələklər görə təsəvvür edə bilmirsən. Nə vedrə ilə gətiriblər, nə gətiriblər? Bilmədiyin şeyi təsəvvür edə bilərsən. Hər hansı bir termini eşidəndə bilmirsənsə, onun haqqında bir düşüncə yaranır səndə yox. Yəni sən bilmirsən, düzdür? Bəli. O deməli ifadə eləyənmərəm dolayısı yolla. Əhsən. İndi bir dənə zəhmət olursa kəlmə-i şəhadəti dedin. Təkrar dinəm də, ilk cümləsini, ikinci cümləsini dinəm. Ehtiyac yoxdur deməmə. Mənə bax, və görmədiyin, bilmədiyin şey yalandan niyə şahid durursan? Sayın yalancı. Mürtəd. Görməyimə ehtiyac yoxdur, inancım var da. Bəz az öncə demədin ki, görməmişəm, bilmirəm, amma yalandan şahid durursan. Yalandan şahid durmuram. Yalandan niyə dururum? Kəlmə-i şəhadəti demədin az öncə. Dedim. Kəlmə-i şəhadəti şahid durmaq da ölür.
Sen görmürsən, görməmsən Şahid bir durmaq nüsxəsini yaşa. Allahın Məhəmmədin əlinin yəni Allah'a qəbul edirik. Məhəmmədi onun Ay rəsuli Məhəmməd qəbul edirik. görmüsən sən? Məhəmməd mən görməmişəm. Tarix Mənə yalanla Qəbul şahid edirəm. durursan. tarix var, elm var. Sizin elm dediyiniz elm var. Ay ki sən görmüsən. Gö tək gördüyün şeylə inanırsan? İnanmaq Bunu baba söhbəti görüb deyil, də. şahid durmaq. Şahid. Nəyə şahid olmadığın şeyə də Yox. şahid durursan. Ulu baba görübsən? İstəsəm ki məzarında görərəm də. On nəsil arxa baba görə bilərsən. 500 Ama min var. il tarixi var ya DNA analizinin. Nə danışıyorsun? Yox. Hədə Məhəmməd peyğəmbərin də elm inkar eləmir ki. Hani? Hansı elm? Məhəmməd Peyğəmbərin məzarına DNA analizi götürülüb. Məhəmməd olduğu təsdiqlənib. Bu qədər tarixi mənbələr niyə yazır bəs? Hani tarixi mənbələr göstərmə. Mən oxuduğum kitabların hamısında Azərbaycan Respublikasının kitab? dövlət dəstəyi Azərbaycan Respublikasının yaşadığın dövlətin rəsmi dəstəklərində tarix kitabı. Azərbaycan Respublikası Uhud döyüşündən yazıb tarixi. Uhud döyüşündən yazmayıb. Rəsmi dövlət kitabları verir. Deməli bunun nəyisə verir? açıqlaması var da, hardansa rəsmi kitabda dövlət kitab, dərsliklər 5-ci sinif 6-cı Nə verir da, nə verir? Ərəb tarixi verirsən Azərbaycan tarixi. Azərbaycan tarixi Məhəmməd peyğəmbərin varlığındır. Azərbaycan tarixinin nəyinə lazımdır Məhəmməd Peyğəmbər Hüseyin? Dünya Sarmısan tarixidir. cəmaatı? Dünya sarmamışam. Dünya tarixi var, Azərbaycan tarixi var. Dünya tarixi başqa, dünya tarixinin nəyinə lazımdır Məhəmməd Peyğəmbər? Ya da Azərbaycan tarixi. Yəni mən başqa şey deyirəm. Deyirəm ki, tarixdə Məhəmməd peyğəmbərin varlığı var da. Yəni bunu niyə inkar edirsən ki? Deyirsən görübsən, görməyimə ehtiyac yoxdur. Var. Var. Bəli. Məhəmməd Peyğəmbərin varlığı ola bilər. Vəhiy aldığını, onun peyğəmbər olduğunu isbatı varmı? Və isbatı, onun isbatı ola bilməz. Ya çevik. Sən Ay qaqaşım, ay kişi, ay gəncə dostum, ay gözəl Biz vətəndaş, ay Allah- milli xəzinə, ay milli xəzinə, ay vətəndaş, ay milli sərvət. Deyirəm ki, sən kəlmə işarətində Allah təkdir, Muhammed də onun elçisidir deyirsən. bəli. Görmüsən elçilik eləyəndə? Xeyr. Hansı tarix kitabı yazıb ki, Muhammed Allahın elçisi idi? Bilmirəm. Yaxşı, biləndə söhbət eləyərik. Qoy onda bilənlərlə söhbət eləyim. Təşəkkürlər, Mirişli. Dəyməz, xoşdur. Deyir Azərbaycan tarixində yazılıb Məhəmməd Peyğəmbər. Süleyman buyur, xoş gəlmisən. Süleymanzadə. Salam qaqa. Hər vaxtın xeyir. Axşamın xeyir. Üzrlü sayınlar Axşamın. dilərəm. Xoşdur. Ne oldu? Hara gittin? Agnostika isteyat. Agnostik kimdir? Agnostik neyəm ki burada? Agnostik neyəm ki ben burada? Buyur kardeş. Ay vətəndaş, çox gözləyirəm axı. Sən görürsən burada sağ tərəfdə, səndən sağ tərəfdə Həşimov gözləyir. Milli sərvət. Xəzinə. Xəzinə qardaşım. Hacan. Yaradılışın sual oldu ki, qardaşım. Yaradılışın var olmaması prinsipi hardan belə bir şey olmasında, yəni hardan qənaətə gəldin? Yəni bunu mənə də özümə də maraqlıdır, ona görə soruşuram. Əzim bir şey yaradılıb və bunu bir yaradan var dediyin anda sən o yaradanın özünü izah etməlisən. Deyil. Yəni belə deyim də, gözümüzün gördüyü hər bir şeyin yaradıcısı olduğu kimi mən belə düşünürəm. Ona görə yəni bəlkə də səhv düşünürəm. Mən ona görə səndən cavabını istəyirəm. Məsələn, gözümüzün gördüyü hər bir şeyi, məsəl üçün bir yaradanı var da, heç bir şey Hər bir özündən şey- yarana bilmir. Yox, bildim yazdım. Hər şeyin bir yaradanı varsa Allahın da yaradanı var da deyil. Bəs mən onu deyirəm də, bu kökə gedib çıxmağı deyirəmsə, sən də deyirsən ki, kökün də deməli onda yaradıcısı var da. Mən də səndən soruşuram da, hər şey yaradan biri varsa xeyr ola, onun yaradan biri olmasın. Nəyə əsası? Bəs yaxşı, bu minvanla hara gedib çıxır? Bu minvandan materiyaya, enerjiyə. Mənim qardaşım, apeyrona, sonsuzdan gələn, sonsuza gedən, hər zaman var olan bir enerji. Şuurlu deyil, Yəni burada standart. məndə belə qənaətə gəlmək olur ki, yenə də öz-özündən yaranma prinsipinə gəlib çıxır da, onda belə çıxır. Öz-özündən yaranmasında bir məntiqi ziddiyyət var.
Ziddiyyət oradadır ki, heç nə özündən yarana bilmir axı. Ya Heç də özündən yarana bilmirsə, Tanrı necə özündən yarana bilir? Huy? Elə maraqlı gələn məqamı elə orasıdır da, ona görə sənə sual verdim. Hə, orası da maddə daxilində dəyərləndirəndə olur da. Apeiron, Anaximandros demişkən, sonsuzdan gələn, sonsuza gedən. Aydındır. Oldu. Çox sağ ol, minnətdaram bir daha. Sən də sağ ol. Üzülü saya axşam narahat elədim sana. Xoşdur, xoşdur. Hörmətli izləyicilər, biz 59.900 olduq. 100 nəfər də olsa oluruq 60.000. Yəni 60k. Takip eləməyən izləyicilər takip atsın da zəhmət olmasa. Həşimov, buyur, xoş gəlibsən. Çevik dayı salam, axşamın xeyir olsun. Axşamın xeyir. Necəsən, nə var, nə yox? Çox sağ ol, yaxşıyam. Sən necəsən? Sağ ol, var ol. Əlində mütləqli işin yoxdursa kameranı aç da. Mütləqli işim var da. Hə, mütləqli işin var, qoy qalsın. Danış. Ayrı nə var, nə yox? Millətlə yola gedirsən, Hə, gedirəm. Laf yaxşı. Çevik, mən bir sual maraqlandırır. Hə? Bax, qaqaş. İndi sən dində buyurulanları inkar edirsən, insanın yaranışında, ümumiyyətcə, yəni Allah tərəfindən yaranışında inkar edirsən. Mən bir sual maraqlandırır. Bax, hər bir insanın barmaqlarının ucunda barmaq izi deyilən, cizgilər deyilən bir şey var. Meymunlar da var da. Bilirəm. İndi qoy bir dənə fikrimi axıra çatdırım, qurban sənə. Olar can? Olar, niyə olmur? Hə. Bax, bu cizgilər niyə hamıda eyni deyil? Söhbət o da. Deyirsən təkamül nəticəsində insan yaranışı olubdur. Hamıda niyə eyni deyil? Bax, bir dənə ona mən elmi tərəfdən bir dənə izah ver. Birincisi dostum, barmaq izi təkamülün nəticəsidir. İkincisi sadəcə insana məxsus deyil. Onlarla meymun qrupunda barmaq izi var. Üçüncüsü də dünyada 100 mindən çox, təkcə Avropada 100 mindən çox barmaq izi problemi var, bir-biri ilə eyni olan. Məsəl üçün Europol arxivlərindən girib baxa bilərsən buna. Anladın mı mənim qardaşım? Başa düşdüm. Amma biraz qaranlıq qalan nöqtə olur ki, başa düşürsən. Nujen hardasa bir nöqtədə, yaxşı deyək təsadüf. Onsuz da həyatımızın anlamı çox anlamı deyək ki, təsadüfdən irəli gəlir də. Amma orada elə bir nöqtə ola bilməzmi ki, elə bir cizgi ola bilməzmi ki, üst-üstə düşsün. Söhbət odur. Yox qardaşım, ola bilməz. Çünki bunun biyokimyası... Ay yoldaş. Dadın məzarında gəlib elə uluyarsan. Haftaya. Bildiğin haftayadır ki, haftaya da. Özün yaxşısan. Yaxşıyam, yaxşı olasan. Deyirəm, nə kefindən qalmırsan. Udursan, təmiz dağın havasından düşmüsən millətin üstünə. Belə olmalı. Təqəbələrin havası havadır da. İndi sən burada açıqlama, mən səni hər gün izləyirəm izləməyinə. Prosta açıqlamalar verəndə müəyyən nöqtələri saxla. Bilirsən nə görə? Müəyyən şeyləri götürürsən, səhv yazılanları göstərirsən. Birbaşa mən sənə bir söz deyim, bir qardaşın kimi deyək də. Müəyyən şeyləri açıb ortalığa qoyursan, gənc nəsildə eşidirsən, gənc nəsildə. Fikrini yayındırırsan. Sabahlarım həqiqətən də olmaz olan bir şey edər, deyər ki, Çevik deyir ki, burada bu səhvdir. Başa düşdün nətər? Sənin nəzəriyyəvi tullayar promoy ortalığa. Yəni hansı bir zərərli nəzəriyyə qoymuşam ortaya? Qaş, indi açırsan orada nə bilim mən cinsəllikdir, nə bilim mən tutmusan bir ucundan 12 yaşdan 9 yaşından ta 29 yaşına, 30 yaşına. Deyirəm ki, 13 yaşında qız almaq pedofiliyadır. Mən sənə bir Azərbaycan gənci olaraq tanımışam, ən azından da yerimsən də. Mən sənə istəmərəm ki, sabahlarım hansısa bir mövzu üstündə, başa düşürsən nə demək istədiyimi? Mövzu üstündə səni incitməsinlər də, başa düşür nə demək istədiyimi? Həşimov. Müəyyən nöqtələrdə, hansı ki nöqtələr, mən sənə bir dəqiqə üzr istəyirəm. Həşimov. Lokasiyan bəllidir, Hodri meydandır. Boş ver. Canından müğayət ol. Sağ ol. Sağ ol. Sağ ol. Savaş meydanında vermədiyimiz canı gəlib burada qum meymunlarına vermərik, rahat olun.
Ağa buyur, xoş gəlmisən. Melekin. Mələküm. Sevik, sana bir sual vereyim. Ver. Bu peygamberlerdi, imamlardı. Böyle bir Səssiz tema oldu var. dostum, səssiz. Danışmayın. Yox, heç xışıltın orada bir salamat deyəndə. Hadi, xışıltın telefon çektim de böyle adam. Sesim aydın gelir sana. Danış da əzim, hə, buyur. Səni dinləyirəm. Danışıram da sen bir dakikada izvinci. Bu peygamberlerde imamlardan danışırıq. Düzdür mü? Neçə il geriye gedirik? 1400 il. Niye? İmamların nə vaxt olub ki sənin? Dəxli nədir? Nə vaxt olub? Dünən olub. Sən kişiyə səslənirsən kişi. Dəxli nədir Allahçıyam? Allahçı nətər olur? Fanatı sən Allah'ın. Mənə kimi. Nə nətər olur da özü elə bilir. Deyir daha mən. Nətər də sən. Sən nətər. Bir tanıt da bəlkə Deyir mən də da- Allahçı. İstəyirsən görüntü yaskına görmə. Aç da kameranı. Açqını atam bu. Mən açmıram, sən açırsan. Açacaq narahat olma. Sən mənim canımı xılamısan. Ne eləmişəm? 50-50 vurmusan deyirəm. Ay nə qədər istəyirsən. 2 yıl olmaz axı dostum yəni çıxmaq. Təşəkkür ederim. Uy, o Veteran buyur, xoş gəlmisən. Salam veteran, nətərsən? Sağ ol dostum, yaxşı olasın. Sağ ol. Mən elə güclü elmi savadım yoxdur. Prosta səndən bir söz var, onu deyəcəm. Yəni belə deyim də, yəni elmi savad, o insan biologiyası, o şeylərə girəsi deyiləm. Nə də ki, Sən yüz istəyirəm. Məhərrəm yetişməzdir ay vətəndaş, ay yoldaş, siz nə qarısınız? Qardaşım, o özü məhərrəm bilər. yaydı içməyəm. Deyir Allah diyəm, özü deyir içmişəm, özü bilər, o öz inancıdır. Belə deyim də, yəni mən deməyimlə olsa mən sənə sübut gətsəm də, hər bir inancı var, mənim öz inancım var, sənin öz inancın var. Düzdürmü qardaşım? Düz. Yəni heç kimi, yəni nə desəm də xeyri yoxdur. Yəni sən deyib İncilə inanan bir şəxsə deyənməzsən ki, Qurana inan. Bu deyəcək mənim öz inancım var, yaxud da o birisinin öz inancı var. Prosta səndən bir dənə xahiş edirəm, bir veteran kimi, bilirəm sən də veteransan. Bu mənim üçün yəni böyük bir şeydir. Yəni çox adamlar evində yatanda sən yeyib döyüşmüsən. Yəni bu başqa şeydir. Hörmətin böyüksə o barədə. Bir dənə səndən xahişim olur ki, Aytelik. Bu Allah yoxdur yazıb səni orada. Bir dənə o söz də dəyişib. Yəni düzdür, inancın özünədir. Yəni deyirəm, oxumusan, bilirsən. Bir dənə Allah yoxdur sözünü dəyişib başqa bir şey yazmaq olmaz ora. Nəyə görə deyirəm? Qoy izahını deyim də mən sənə. Nəyə görə deyirəm? Çünki yaşadığım Qəbələ də olsun, bölgə harolda olsun, Azərbaycan olsun da. Hər bir ölkənin öz inancı var. Düzdür, bizdə indi Yahudi də var, Xristiyan da var, məsəl üçün ignostik də var. Hər cürə inanc var da, bildin nətəri. Sadəcə prosto öz millətimizin inancı var da. Bizə məsəl üçün indi bilmirəm, indi əvvəl müsəlman dininə inanıbsan, namaz qılmısan və yaxud da ki, Quran oxumusan, bilmirəm onu. Amma bilsən nədir məsələ? Belə müsəlman millətində, məsələn, müsəlmançılıq olan bir ölkədə Allah yoxdur yazıb, məsələn, canlılaşmaq şəxsən mənə pis təsir edir. Yəni insan kimi. Qardaş, yoldaş. Sən niyə Konstitusiya məhkəməsinə şikayət eləmirsən ki? Yox, mən konstitusiyanı neyinəm qardaş? Mən bilsən nə deyirəm? Yəni gördüm mən sənə başdan dedim, sən özünə döyüş yoldaşı kimi, yəni sənə hörmətin var. Sadəcə bizdən xahiş kimi deyirəm ki, səndə məsəl üçün. Yəni Allah yoxdur. Orada yaza bilərsən ki, məsəl üçün İncil düz deyil. İsa Məsih yoxdur. Məsəl üçün o da yaza bilərsən. Amma niyə məqsəd, niyə sırf Allah yoxdur? Bax o mənə maraqlıdır. Niyə? Məqsəd nədir? Qardaş, nətər olur ki, İncil yoxdur yazsam sənə xətir və dəymir? Xristianlar ki, İsa yoxdur yazsam İncil yox. Bu 4 kitabın Amma Allah 4-də yox. İndi belə deyim də, müsəlman Azərbaycanı təşkil edən ən çox insanlar. Yüzdə deyək, məsəl üçün 100-ün 90%, 70% müsəlmandır, düzdürmü? Qəbul edirsən də bunu. Yox. Yox da faktiki elədir də. İndi Azərbaycanda nə qədər məscid, nə qədər insan gedir namaz qılır. Faktiki elə ki, 5-10 nəfər.
Kim içməsi də gedən. Ayo, var ya, müsəlmançılıq bu ölkəsidir, söhbət yox. Prosto bilsən nədir? Yəni yaşadığın ölkədə, yaşadığın Azərbaycanda prosto o sözü yazmaq biraz sən həm özünə qarşı, sən düzdür, elmin var ya, yəni söhbəti yox. İzah eləmək istəyən insanlara. Mən inancım müsəlmandır, o söhbəti yox. Prosto sənin inancın, elmin var deyə, məsəl üçün sırf o elmini çatdırmaq üçün o sözə orada ehtiyac yoxdur. Bildin nə demək istəyirəm? Bunu ölkədəki bütün müsəlman İslam mənsubları anlamalıdır. Onlar Allah vardır deyib yayın açırlarsa, mən də Allah yoxdur deyib yayın aça bilərəm. İndi gəl belə deyək də, o Allah vardır, yəni nə vaxtdan başlayıb açılmağa? Sən onları bilirsən də o şey. Əzizim, O məqsədli şəkildədir də. Yəni ki, yəni sən açırsan, onlar da açır. Qulaq as. Bax qardaşım. Birincisi, mən yayın açmamışdan qabaq da o yayınlar var idi. Dərgilər, kitablar, təşviqat, təbliğat aparırlar. Qafqaz Müsəlmanlar İdarəsi var, ton yarım icmalar var. Nə bilim, o məscid, bu məscid. Əzan verirlər, tədbirlər, dini tədbirlər təşkil edirlər. Onlara hər şey olar, biz yayın açanlarıq, eləmi? Mən yenə deyirəm, demirəm mən sənə yayın açma, məsəl üçün, yenə deyirəm, məsələn, danışırsan, biyologiyadan danışsan, insan yaranışından danışsan, hər bir şeydən danışsan. Bu başqa məsələ. Elmin var, bilirsən, danışsan. Mən ondan anlayışım yoxdur, oxumamışam bu barədə, bilmirəm. Sadəcə bilsən nətəri, insanların üstünə sırf, yəni bilsən nətəri, təkləmək kimi çıxır da bu. Yəni mən bilirəm, siz bilmirsiniz, amma gedin oxuyun, gəlin mənim üstümə. Bax belə bir şey çıxır. Təkləmək kimi çıxır. Qardaşım, təkləmək kimi çıxır. Nədir? Mən tək oturmuşam burada. Siz deyirsiniz ki, 70% bizik. O təkləmək sırf o demək deyil ki, kimsə yığışıb döyəsən, nəsə eləyəsən. Elmlə, bildiyindən qavandakı zəifdir. Məsəl üçün, sualları arda-arda verirsən, məsələn, qavandakı qalır, mat qalır, bilmir də desin, özünü yandırır. Başa elə bilir nəsə, prosto özünü izah eləyə bilmir. Bildin necə? Mən onu demək istəyirəm. Bir zəhmət keçsin, öyrənsin, gəlsin. Mən nə edim? O heyətində oxumamaq özü insanın öz səhvidir. Birinci, dində də var ki, oxumaq yəni dindən üstündür. Elm olan insan dindən üstündür. Elmin olmalıdır. Harada yazılıb ki, qardaşım? O elə hər yerdə var. Harada? O demək olar ki, yəni mən onu biləndən bilirəm ki, elmsiz bir dindar heç nədir. Heç kimdir. Elmlənin də mən də sizi təşviq edirəm. Mən nə deyirəm? Deyirəm ki, mən demirəm kimsə elmlənməsin, oxusun. Prosto yanaşma cəhətdən deyirəm ki, mən sən, yəni bilsən nətər, elmsizlər gəlir görürəm. Yəni bilməyən, məsəl üçün sual verirsən, deyirsən falan şey, hə, deyir o belədir. İzah verə bilmir məsəl üçün, qalır qırla-qırla. Ona girmək iş mənası yox. Görsən mən heç də söhbətlərə girmədim. Çünki mən dərinliklə onun şeyini oxumamışam. Məsəl üçün o kitabları tam oxumamışam. Mən sənə deyərsən, sualına cavab verəməyəcəm. Məndə bilsən nə olacaqdı? Qıraqdan baxın deyək ki, bu nağarır. Bilmirsən nəyə giribsən ona. Prosto mən yenə deyirəm, başdan deyirəm. Sənin fikrin bir dənə odur ki, hörmət mənəsi, yəni təklif kimi də orada Allah yoxdur sözü biraz bilsən nətər çıxır. Yenə deyirəm, məsəl üçün fikrini çatdır. Prosto iminin ya Allah yoxdur sözü, mənim özümə də yəni şey gəlmir də, bildin nətəri. Xoş gəlmir də. İndi mən desəm ki, mənim özümə də zanın səsi şey gəlmir, xoş gəlmir. Deyib səsən səsi. Yox da, indi sən bildin mən nə deyirəm. Ya prosto bilirsən mən nə demək istəyirəm. Bilirsən də, indi o da yox. Əzizim, sənin yüksək mikrofonlarla rayonun tən ortasında əzan dinlətmək ixtiyarın varsa, məndə belə bir yayın açmaq ixtiyarım var. Ki, mən daha demirəm, mane oluram. Ürəyin istədiyi qədər yayın etsə, heç kim qadığa qoya bilməz. Bu TikTok varsa da, bu platforma varsa da, yəni sosial şəbəkə varsa, hamının birbaşa ixtiyarı var ki, canlı da aça bilər, nə istəyir eləyə bilər. Onsuz da elədir. Yəni mən sənə heç vaxt demərəm onu, yəni deyəsi də deyirəm ki, yəni bunu niyə eləyirsən, özün bilərsən. Yəni hərənin öz inancı var. Mənim inancıma heç kim qadağa qoya bilməz, sənin inancına heç kim qadağa qoya bilməz. Bu azadlıqdır. Belədir. Anlayıram. Prosto bildin nə demək istəyirəm, yəni vaxtını almıram. Gecən xeyrə qalsın. Başa düşdün mən nə demək istəyirəm sənə. Sağ ol. Başa düşdüm. Sağ ol. Sağ ol, gecən xeyrə. Xeyrə qarşı. Alişan buyur, xoş gəlmisən. Alişan. Alişan. Alişan huy. Cavab vermir. Əhmədov buyur, xoş gəlmisən, gözəl insan.
Salam, salam. Necəsiniz? Axşamınız xeyir olsun. Yaxşıyam, sən necəsən? Çox sağ ol. Canlılarınıza baxıram. Mən belə deyim də kiməsə bir şeyə qarışmaq Hocam? kimi olmaz mı? Hə. Heç bir fikrə qarışmaq istəmirəm. Sadəcə bir sual vermək istəyirəm sənə. Hı. Hə, üzrü sayın, internetimdə biraz nasazlıq var. Hə. Bir söz soruşum səndən. Vicdan var, Var. sevgi var. Var. Onları mənə göstərə bilərsən? Aha. Ged aparata bağlan. Aksiyasını da gör, vazopresini de gör, inöz reseptorlarını da gör, amigdalanı da gör, limbik sistemdeki değişiklikleri de gör, sinaps koordinasyonlarını da gör. Yox, nədir sözümün canı? Bayaq ki, veteran qardaşlar düz deyir. Belə deyim də, sırf bir şeyin üstünə məqsədli yaxınlaşmaq biraz qeyri etik sayılır da. Məsəl üçün, sən hər hansı bir inanca inanmaya bilərsən. Mən də məsəl üçün, necə deyim, Xristiyanına da hörmət qoyuram, müsəlmanına da hörmət qoyuram, yahudisinə də hörmət qoyuram. Mənim hər birisinə Neydi ayrı-ayrı. etik sayılır? Bəli, əlbəttə ki. Yaxşı. Alasa etika. İzah elə deməli deyən bu etikanı. Gör nə qəşəng etikadır. Yox, mən sənə məncə yenə öncədən dedim axı. Mən Əzim mənə etik cavab verdi. Etik olarak az izah elə bunu. Bu necə bir etikadır? qardaşım, mən bunların heç birini oxumamışam. Ha. Mən bunları oxumamışam. Mənim heç bir elmi təhsilim və yoxud da dini təhsilim də yoxdur. Nə də ki, mən sənə qarışmıram Sən demirəm mənə de ki. görüm. Bu nə cür bir etikadır? Mən yenə sənə öncədən dedim axı, mən onlara qarışmıram. Mən sadəcə sənə sualım var. Mən dini cəhətdən sənə sual vermədim. Əzim sən mənə etikadan danışa bilməzsən axı. Yox. Mən sənə danışdığın etikasızlıq demədim. Orada sırf bayaqki veteran qardaşın dediyi kimi, o Allah yoxdur sözünə görə dedim. Ümumiyyətlə, Var. belə deyim də, bayaqki o veteran qardaş ilə onun dediyi sözlə desək ki, hərənin bir inancı var da, inancdan insanları sındırmaq, inancdan ayırmaq. İmanları güclü deyil. Nə bilim vallahi, onu da sən düz deyirsən əslində, ancaq Hə, əslində sevinsinlər ki, mən onların imanlarını test edirəm. Nə istəyirlər? yox, mən yenə sənə öncədən dedim axı, mən dedim sənin və yaxud da kiminsə inancına və yaxud da bir şeyinə qarışmıram. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Ya mən bir dənə canlı yayınım imansız eləyirsə vətəndaşı zaten imansızdır, elə. Deyil. Huy? Başqa heç nə. Gecən xeyrə. Salamat. Əlinin aşığı buyur, xoş gəlmişsən. Bayaq vəngildiyən qaqaşdı öyle. Ay əli aşığı. Bak hele küçük gibi zincirliğe gidersin. Anladın? Rafik Bey buyur, hoş gelmişsin.
Rafiq bəy. Rafiq bəy. Adam danışmır. Fərhad buyur, xoş gəlmisən qardaş. Hər vaxtınız xeyir. Səsim normal Hər gəlir. Gəlir, bəli. Yaxın zamanlarda sizi kəşf eləmişim, izləyirəm və elədiyiniz işə görə də çox sağ olun demək istəyirəm sizə. Amma belə bir sualım var sizə. Yəni 30 ildir müstəqilik və siz düşünürsünüz ki, cəmiyyətimiz üçün hal-hazırki periodda inancsızlıq cəmiyyətimizə faydası var, yoxsa bu periodu keçəndən sonra inancsızlıq dönəminə keçməli? Çünki siz hal-hazırda, yəni belə deyim də, insanların gözünü açmağa çalışırsınız ki, mən də ətrafımda bir çox namaz qılan dostlarım var və deyirəm ki, Quran oxumusan, deyirlər, yox, məsələn, mənə görə bu yanlışdır. Çünki sən əgər inandığın bir dinə birinci onun kitabını oxumalısan. Və sizə sualım budur ki, nə eləmək istədiyinizi çox yaxşı başa düşürəm və dəstəkləyirəm də. Amma hal-hazırda cəmiyyətimiz üçün inancsızlıq faydalıdır, yoxsa yox? Çünki adicə ərəblərdən bir misal göstərim. İslam gəlməmişdən əvvəl bunlar, yəni qadın doğulanda, yəni bu məlumatı dəqiqliklə bilmirəm, amma belə bir şey eşitmişəm ki, qadın uşağı doğulma, yəni qız uşağı doğulduğunda ya qadını öldürürlər, ya da qız uşağını öldürürlər. Yəni İslamın ərəb cəmiyyətinə bu cür faydası olubdur. Düzdür, bizim cəmiyyətimiz o qədər də bəxvat bir cəmiyyət deyil ki, yəni bu cür şeylər heç olmayıb bizim tariximiz boyda. Və sualım odur. Neysə, xülasə, siz düşünürsünüz ki, inancsızlıq həqiqətən cəmiyyətimizə faydalıdır, yoxsa yox? Faydalıdır dostum, ona görə ki, geopolitik risklərimiz var. Din adı altında istismar olunub, başqa dövlətlərə informasiya təmin edə biləcək potensialda adamlar var ölkəmizdə. Fərqindəsiniz bunun yəqin ki. Bəli, özüm də görürəm, düzdür. Açığı özüm hal-hazırda Avropadayım və burada da o problemləri görürük. Olduğum ölkədə bu problem yoxdur. Elə ona görə də digər qərb dövlətlərinə getmirəm. Amma belə deyim, yəni bilirsiniz necədir? Okey, dediklərimiz əla ki, yəni geopolitik məsələlərə görə inancsızlıq lazımdır. Siz elə düşünürsünüz cəmiyyət üçün. Başka bir şey var Aziz? Yok, bu kadar. Teşekkürler. Mənə yazığın gəlir. Mənə yazığın gəlir. Mən cənnətdə şəllənəcəm, sən bədbəxt olasın. Dəli deyil. Mənim uğurlarım garantidir. Abdullah buyur, hoş gəlmişsən. Kardeş, hostelin pulun ver də. Pul verməmiş niyə yatırsın yayında? Hostelin pulu verilməlidir. Hostel zaddır buraya. Əgər bura hostelsə pulun verin. Levin buyur, hoş gəlmişsən. Selamünaleyküm, hoş geldin. Hər vaxtınız xeyir. Buyur. Sevik Bey, sizce kainatın mevcudluğunun son fundamental izahı nedir? Bir dənə təkrarla. Kainatın fundamental izahı, son ve fundamental izahı. Yani kainat niye var? Yani heç nə olmamağın əvəzinə nəyə görə var ümumiyyətlə? Bu elmin cavabı deyil axı, elmin sualı deyil axı mən qardaş. Fəlsəfənin sualıdır. Sadəcə də var. Və ikinci bir tərəfi fəlsəfədə bunu apeyron olaraq da adlandıra bilər. Yəni Anaximandrosdan gələn, sonsuzdan gələn və sonsuza gedən. Yəni bir niyəsi yoxdur. Var. Yəni o planetlərin, o kainatın, qara dəliyin, bunların heç birinin səbəbi yoxdur. Məqsəd yönlü deyil. Məqsəd yönlü deyil. Səbəbi başqa şeydir. Məqsəd yönlü olması, şuurlu olması başqa bir şeydir. Hər şeyin bir səbəbi vardır. Kainat içindəki bəzi prosesləri məsələn, amma kainatın hər şeyini bütünlüklə səbəb-nəticə zincirinə istinad edə bilməli. Çünki kainatda səbəbsiz şeylər də var. Məsələn, kainatın özü bir səbəbi yoxdur. Səbəbsiz yaranıb hər şey yoxlardır. Hər şey yox kainat. Bəs bu boyda kainatda biz bir zərrə qədər balaca bir şey idi ümumiyyətlə planetlərə baxanda, eləyəndə.
Təkcə canlı bizik sizcə? Bilmirəm. Mən bütün planetlərə baxmamışam. Yox, ümumiyyətlə fikrinizi öyrənmək istərdim ki, sizin fikriniz də təkcə elmi cəhətdən ya Mən şəxsi fikrimi deyə bilərəm. Bu mənim şəxsi fikrimdir. Şəxsi fikrimə görə bilmirəm. Bəli, o ehtimal verirəm ki, 50% vardır. 50% var. Yəni ki, bu dünya şəraitində bir dənə başqa bir planet də ola bilər və orada da sizin Bu fikriniz də mənim təkamül fikrimdir, edə deyəsən, bilər. mənim fikrimdir, mənim fikrim. Orada da Yəni, elmin insanlar belə yarana açılması bilər. yoxdur. Bu niyə də olmasın? Onlar daha da üstün inkişaf edə bilər, daha da hər şeyə qadir ola bilərlər də, yəni sizcə. Bəs sizin bəzi qulaq asmışdım, demişdiniz ki, məsələn, yad planetlər yoxdur. Amma indi deyirsiniz ki, ola Yad bilər. planetlər ola bilər, amma bura gəldikləri yoxdur. Bura yad planetli gəlir. Varsa əgər gələ də bilər də gəl. Nətər gəlir ki? Fizikanın nətər aşır? Bizim bəlkə ağlımızın çatmayan tərəfləri var, onlar daha çox inkişaf edir. Ağlımızla bağlı bir şey deyil axı bu. Kütləli cisimlər işıq sürəti keçir. Beynimizin biz hamısını işlədə bilmirik axı. Onlar neçə faizin, bəlkə 100% Arasını işlədir. işlədirsən ki. Neçə faiz işləyir insan beyni? 100%. Dəqiq. Səndən əmin deyiləm, amma universal insan beyni 100%. Yox, ümumiyyətlə mən sizi nəzərdə tutmuram. Ümumiyyətlə insan deyirəm. Bəli. Yəni siz də məni nəzərdə tutmayın. Mən sizi nəzərdə tutmuram. Yox, səndən dedin, ona görə deyirəm. Sizdən əmin deyiləm də, mən nə bilim sənin beynin neçə faiz işləyir. Ümumiyyətlə, məsələn, tutaq ki, eşitdiyimə görə insan beyninin 100% işləyərsə, hətta bir-birini danışmadan belə başa düşə bilər. Bir-biri əşyaları elə eşitməmisiz elə bir şeylər. Yox, saçmalıqdır. Yəni qarşınıza çıxıb da, yəni hər hansı bir kitabda mı, elmdə mi, belə bir şeylər eşitmisiniz? Kinodan baxarsan, ne dostum sən onu? Kinodan yox, bəzi kitablardan zətdə də oxumuşuq da belə. O romanlar, deyirsən, elə şeylərə fikir vermə. Beynimin bütün bölümləri işləyir, koordinasyonlu. Yaxşı, uğurlar sizə, təşəkkür edirəm, suallarınızı. Sağ olasın, təşəkkürlər. Hoş. Əli, buyur, xoş gəlmişsən. Salam Sevik bəy. Hər vaxtın xeyir. Səsim rahat gəlir. Mən qoşulmaqda məqsədim siz misal üçün bir irad bildirmək istəyirəm. Bilmirəm indi səmimi qəbul eləyərsiniz yəqin ki. Bir balaca mən hiss eləmişəm ki, siz radikal danışırsınız, yəni inanclı insanlara qarşı. Onu sizə bir irad bildirmək istəyirdim, bir vətəndaş kimi. Siz də bir Azərbaycan vətəndaşısınız, biz də bir inanclı olaraq Azərbaycan vətəndaşıyıq. Hamımız Azərbaycan Respublikasının yəni milli və mənəvi dəyərləri ətrafında yaşayırıq. Bunu qəbul edirsək, eləməsək. Yox, dəyərim deyil, amma yəni belə deyək də, İslam'a niyə dəyərim olmalıdır ki? Qarşındakı insana inancına hörmət çərçivəsində də o cəhətdən deyirəm. Əzizim, inanclar hörmət olunmaz şeylər deyil. İnanclara deyil, şəxslərə hörmət edirlər. Və şəxs bu hörməti qazanmış olmalıdır. Birisi məsəl üçün 3 yaşında uşaqla evlənmək yaxşı bir şeydir, inancına sahib ola bilər. Nətər hörmət edeyim? Necə bir də zəhmət olmasa təkrarlayın fikrinizi. Əzizim, bir adam Xomeyniyə ağam deyə bilər və onun fətvası ilə südəmər körpəyə sürtünmək olar deyər. Nətər hörmət edeyim? Ay Sevik bəy, bax, o məsələlərin hamısı geniş müzakirə tələb eləyən məsələlərdir. Siz birbaşa ən radikal yerindən tutursunuz, o cəhətdən məsələyə yanaşırsınız ki, burada bu niyə var, bu niyə var? Bax, onu dönə-dönə deyirsiniz. Onun da izahı var. O məsələni, o fətva deyil, əslində ora məsəl üçün bir nəzəriyyə olaraq salınıbdır. Onun da açıqlaması var. Neysə, mən istəməzdim ona bir açıqlama verim, çünki o biraz qarışıq məsələdir. Bilmirəm, indi ümumi olaraq bilmək istəyirsinizsə belə deyim. Ümumi İslam dini, ümumi olaraq biz bağışlayın bir dəqiqə, mənim səsim özümə zəif gəlir. Qoy onu bir dənə düzəldim.
Hə, o məsələ belədir ki, misal üçün biz uca Allah bizi yaradıb və bizim inancımıza uyğun olaraq insan elə bir məxluqdur ki, bunu hamımız qəbul edirik də, başqa canlılardan biz düşüncəmizlə fərqlənirik. O düşüncəmizlə fərqləndiyimizə görə bəzi şeyləri ağlın öhdəsinə buraxıb da. İslam dini ağlın öhdəsinə buraxıb da. Yəni sən niyə öz ağlını işlədib bu qənaətə gəlmirsən ki, misal üçün evlilik yaşının 9 yaşa qoyulmağı. Yəni insana şəxsiyyətlilik, düşüncə azadlığı verilibdi ki, sən otur bir ağlını işlədən insan olaraq qənaətə gəl ki, bu gözümün qabağında bu 9 yaşında bu uşaqdır. Bu evlənməli deyil hələ. Bu 9 yaşında yox, 18 yaşından sonra bunun düşüncəsi, o qız oldu, oğlan oldu, düşüncəsini azadlıq. Hə, eşidirəm. Mən Təhrir Əlvəsi ilə ikincidir, səhifə 271-də yer alan sual 12-ni soruşuram səndən. O məsələdə, bu çərçivədə ələ alında, o məsələdə insanın düşüncə azadlığına buraxılıbdır ki, Südəmər körpəyə sürtünməyin düşüncəsi olur. O məsələ bax belədir. O məsələ əvvəla orada beşik kətməsi olub və bizdə tarixən türklərdə olubdu da, bu az çox olubdu. Bunu hamınız yəqin qəbul edirsiniz. Deyirəm ki, beşik kətməsi yox, nə kətməsi olursa olsun. Südəmər körpəyə sürtünmək olar, olmaz. Fətva belə deyil. Olmaz. Yox, fətva deyil o. Mən də deyirəm fətva deyil. Necə fətva deyil? O deyilir ki, İslam dinində belə bir qadağa yoxdur ki, sən məsəl üçün bir südəmər körpəni özünə həyat yoldaşı təyin eləyəsən atasının razılığı ilə. O atası misal üçün də belə bir şərəfsiz bir valideyn oldu biri. İndi 3-4 il belə şey danışıq da. O götürdü 3 yaşında uşağı dedi ki, yox mən sağ verirəm, filan kəsə verirəm. Üzr istəyirəm. İndi o da götürdü o şərəfsizliyi o uşağa elədi. İslam dini 3-4 qadağa qoymur ki, bu işi görmür. Sualı belə qoyaq ki, sən anlayasan. Bu ehtimal... Mən anladım, ay çevik. İslam mənsubu bir vətəndaş 3 yaşında qız uşağını kəbinini alıb təmas eləyə bilər şəhvətlə? Eləyə bilməz. Qadağası var bunun İslama görə? Yox, qadağa yoxdur. Haram deyil ki? Zahirən haram deyil də. Üstörtülü şəkildə haramdır. Allah... Dəlil Quran ayəsinin məsəl üçün bu ayəsidir ki, insanlar ağlınızı işlətməzsinizmi? Yəni bir adam nə qədər yəni sən gedib 3 yaşında uşağı üzr istəyirəm alasan, onunla o cür hərəkətə yol verəsən. Əgər bu şərəfsizlik çərçivəsində yaşamaq istəyirsə kimsə, İslam dini deyir ki, mən sən o qəbrə girib bərzəq əzabını, dalı ilə də qiyamət əzabını görənə qədər. Bu hadisəni törədən birisinin Qurana görə, İslam fiqhinə görə, İslam şəriətinə görə cəzası var yoxsa yox? Yox, yoxdur. Mən də deyirəm bu pedofiliyadır. Və İslam pedofiliyaya icazə verir. Sənin dediyin İslam. Mən də onu deyirəm ki, bax, mən buna görə qoşulmamışdım. Ta buradan sual verdin deyə bu mövzuda danışırıq. Mən də deyirəm ki, İslam dini deyir ki, ay ağlı başında olan insan, mən sənin düşüncənə o qədər azad yanaşacağam, o qədər azad güzəştə gedəcəm ki, sən düşün, qənaətə gəl ki, nəinki 3 yaşında uşağın kiməsə ərə verilməyi, 18 yaşında qız oldu, oğlan oldu, onun ayət oxu. Düşüncəsi. Nə ayət? Hansı ayədir? Oxu ekrandadır. Nə azad iradəsi? Nə azad seçim? Nə danışırsan? Oxu görüm. Gözlə. Ay çevik. Bax sən belə qoşulan insanlarla niyə belə şey danışırsan? Mən indi belə radikalcasına qoşulmamışam axı burada. Yəni siz radikallıq eləyib bir şey eləyənməzsiniz, mən də sizə radikallıq eləyib bir şey eləyənmərəm. Burada söhbət eləyirik. Yəni tam rahat danışmaq lazımdır. Başqa bir şey qaldı. Siz
qoşulmağımın məqsədi Yox, başqa bir şey qalmasa sənə vidalaşaram. yox qaldı. Bir iki şey demək istəyirəm. Heç bir şey deyə bilməzsən. Təşəkkürlər. Yox, Sən də xoşun gəlir Məqsəd. Orxan xoş gəlmisən, buyur. Və salam aleykum. Axşam xeyir. Və aleykum salam və rahmetullah. Qardaş orada olanda niyə qoşmadın məni? Niyə? Boğazım cırıldı, daha doğrusu barmağım cırıldı. Bir iki sual verəcəkdim. Cəvik bəy, ben gör nə deyirəm. İndi bilmirəm, qarşı tərəf çıxdı qardaşdır. Burada bilmirəm da indi dindar var ya yoxdur. Bax yer kürəsi yaranıb deyirik. Nə bilim neçəsə əsr, neçəsə milyon il, neçəsə 100 min il bundan qabaq. Düzdürmü? Aha. Tamam. Bəs bu Allah bu yer kürəsi mi, bu planet mi, ay mı falan fistan, bu günəş mi yaranana qədər yox idi və ondan sonra yarandı. Yoxsa o elə bir bunları yaratdı, onda Allah'ın olmağı bilindi. Mən orası çox maraqlıdır. O paradoksdur da. Oradan çıxış yoxdur axı. Necə çıxış əldə eləyək oradan? Dindarların oradan çıxış yoxdur axı. Sən mənim meyvəmi niyə deyirsən ki? Meyvəyə deyim. Hə, meyvə deyim. Çox mənəm nə qədər vaxt qoşulmaq istəyirdim. Prosta dindarla tuta bilmirdim. Heç anla ki, bir din alimim olsun, dindar birim olsun ki, mənə buna həqiqətən bir açıqlama versin ki, Allah yeri yaradandan sonra yarandı, yoxsa yaranmışdı sonra yavaş-yavaş yaratmaya başladı. Meyvə Qısok mu oldu? Meyvə deyiməm. Meyvəyə dəymirəm. Mən meyvə ilə işim yoxdur, bayaq demişim. Bir yarım şaftalı var idi, əritdim onu. Yoldaşlar, Hə, alın- yayını yavaş-yavaş alın- yekunlaşdıram Orxan. İcazən. Necə? 5 saat Tez. yəni. 5 saat deyil, nə tez? 5 saat oldu. 1 saat PK-yə girib 4 saat yayın olmuş. Şeşber baba səni qorusun. Mən başqa heç nə demirəm. Nurlan buyur. Qısadısa səninlə də yekunlaşdıraq. Nurlan beyefendi. Selamun aleyküm ve rahmetullah. Hə? Esselamu aleyküm. Və rəhmətullah. Və aleykum salam. Kardeş siz demişsiniz ki 3 yaşıyla evlenmek pedofiliyadır. Hə? Bu pedofiliya sözü neçənci əsrdə yaranıb yaxşı? Dəxli nədir ki? Az yaşlıya tamahdır da. Yox, indi 3 yaşlı. Səsini düzəlt sən deyim meyvə içəcək. Səsini düzəlt qardaş, səsini düzəlt kişi. Deyirəm ki, qardaşım 9 yaş Aha. evlənmək pedofiliya deyirsən. Bu 9 yaş pedofiliya sözünü neçənci əsrdə yaranıb? Sən də deyirsən dəxli nədir? Adın dəxli nədir ki? Necə yəni adın dəxli? Adı yox, yaşdan söhbət gedir. Az yaşlı ilə evlənmək bizim törəmizə görə yoxdur axı. Necə yəni yoxdur? Keçmişdə qədimdə bizim nənə babalarımız elə 10-11 yaşında ailə. İslamdan sonra olub da. Necə yəni İslamdan sonra olub? Mən vaxt Kirin başın kəsən Türk xatunu Tomris 6 yaşında evlənmişdi. Bir dəqiqə qulaq as. Mən keçmişdə özümüzdən söhbət edirəm. Azərbaycan tarixində də var ki, keçmişdə nənə babalar 10 yaşında, 11 yaşında ailə qurdu. İslam'a görədir də. Hə də. Normal bir şeydir bu. Qardaş siz deyirsiniz ki, pedofiliyadır. Mən də sual verirəm, bu pedofiliya sözü nə vaxt yaranıb? Kişi 10 yaşında qız uşağını almaq olar olmaz, bir dənə ona cavab ver, sonra davam edək. Mənim fikrimcə mən almaram. Mən elə şeyə yəni razı deyiləm. Ya İslam icazə verir. Qardaş harda yazılıb İslam icazə verir? Mən sən mənə sübut Talaq surəsi 4-də yazır. göstər mənə. Gələ. Sən şiə sünnüsən bu arada. Əhl-i sünnə. Əhlüsü sən görmüsən Səhih Buxarıda, Səhih Müslimdə nə yazılıb, təfsirlərdə nə Qardaş yazılıb? mən hədislə getmirəm, mən Quranla gedirəm. Göstər Quranda. Gələ Quran. Al.
Oxu. Qardaş, burada 9 yaş yazılmıyor bak qardaş. Burada başqa söhbət. Daha gedir. betər yazılıb qaqaş. Yox, bildimi daha betər. Burada yaş söhbəti yoxdur axı qardaşım. Gələ bax bu heç görməmiş qızlar neçə yaş olur? Qardaş, heç görməmiş qızların yaşı 9 yaş olur, 10 yaş olur, 11 yaş olur, 12 yaş olur. 2 yaş, 3 yaş da olur eləmi? Qardaş, sən burada mən söhbət yaşdan getdi. ay bro. Suala cavab ver, deyəcəm sənə cavabını, narahat olma. Neçə yaş Qardaşım, olur? 1 mən- yaşdan 9-10 yaşına qədər, 12 yaşına qədər, düzdür? Ha. Ay sol. İndi sən mənə de görüm talaq nə deməkdir? Boşanma. Aha. Düz. Rüşt şeydə var da qardaşım, rüşt. Gələcək orada narahat olma. Sən mənə de görüm. Evli olmayan qadının boşanma prosesinə tabe olması nə cür bir məntiqdir? Evli olmasan boşanma prosesinə tabe ola bilərsən. Necə başa düşmürəm. Evli olmamış nə? Evli olmayan qadın niyə gözləmə müddətinə tabe olsun ki? Düz deyil? İddə müddətinə. Evli olmayan qadın niyə boşam biraz tez-tez desin. Mən eşidə bilmirəm. Evli olmayan qadın boşana bilər. Yox qardaş, necə boşana bilər ki? Ay so. İndi sən mənə de görüm, hələ heç görməyən qız uşağı nətər evli olur ki, hələ bir boşanma prosesinə qoyublar ora. Qardaşım, buradakı sən göstərdiyin bir şey, bunun evlənmə yaşının heç bir adiyyatı yoxdur. Ay ki, boşanma deyə bu evlənmə deyil. Qardaşım, bu ayənin təfsiri, yəni alimlərə aiddir. Mənim elə də çox bilgim yoxdur. Təfsir qəbul edirsən. Qardaş, bayaqlarımsa Səhih Buxarində dedim. Gələ sən təfsir gətir, heç hədisə ehtiyac yoxdur. Hədisə ehtiyac yoxdur, gətirirəm bu dəqiqə sənə təfsir. Gətir. Al. Bax, əhlüsünnə qaynağıdır bu. Görsən? Ya. Görsən? Gələ. İndi Kim başdan nəql edib başla qardaşım? ayət oxu. Hə? Kim nəql edib bunu? İbn Kim Abbas. Oxu. Bu ayətdir. Necə? Ayətin özü budur. Deyib göy işarəli. Deyib bu 4, talaq 4. Bu da bunun təfsiridir. İndi buradan başla yavaş-yavaş təfsiri oxu. Amma yüksək səslə oxu da. Hamı eşitsin. Ha. İndi bu işarələnmiş yeri oxu. Yüksək səslə oxu da. Qardaş, oxuyuram da. Hamı eşitsin də, hamı eşitsin. Qardaş, mən oxudum, hamı da bunu görür də, hamı da oxusun da. Burada nə var ki, gələn mən oxuyum bəlkə. Hə, sənin səsindən oxusunlar, daha yaxşı. Səbəb? Eşitsinlər də, sənin səsindən eşitsinlər. Sənin səsin çox yaxşıdır. Qardaş, mənim səsimdən eşitmək. Sən burada paylaşmısan da görürlər də burada. Oxudun? Ey Allah'ın Yəni demək istəyirsən ki, yəni Allahın rəsulu, yəni pedofil olub da, yəni 9 yaşıyla evlənib pedofil olur. Yazılanı oxu. Nə boş-boş danışırsan? Qardaş, yazılanı qoyuram qırağa, indi qulaq asma. Sən Nə qırağa qoysan? Deyirəm ki, peyğəmbərin nə olub mənim marağımda deyil. İcazəsi var, yoxdur? Qardaşım, mən sənə bir dənə sual verirəm də mən sənə. Ekranda yazılanı oxu. Oxudun? Oxudum qardaşım, oxudum.
Mən izah edəcəm nədən gedir söhbət burada. Hə? Qardaş, burada yazılıb ki, yaşı küçük olanların iddetləri nə deməkdir? Bunu mənə 3 ay gözləmə müddəti. Boşayacaqsansa kiçik arvadı, 5 yaşında, 6 yaşında arvad boşayacaqsansa 3 ay gözlə deyir. Hə, 3 ay gözlə təzədən evlənir, elə çıxır. Yox, boşuyursan. Boşamaq üçün 3 ay gözləməlisən. İslamı mən öyrədeyim sənə. Qardaş, sən mənə İslamı öyrətməyib. Burada yaxşı 3 yaşındakı boşuyursan, 9 yaşındakında boşuyursan, 15 yaşındakında boşuyursan. Buradakı söz boşanmaya aiddir. Hə. Biz evlilikdən söhbət gedir, sən boşanmaya gedirsən. Mən də sənə deyirəm, evli olmayan birisi boşana bilər. Burada sənin sualınla evliliyin sualı bir tutmuraq. Qardaş, sən deyirsən ki, evlənən biri boşana bilər. Ki yaşı kiçik olan birisi evlidir ki boşanma prosesinə tabidir də. Evli olmayan biri nətər boşanır? Hə, yəni sən deyirsən ki, yəni peyğəmbər Mən demirəm, sənin təfsirin deyir. Qardaş, mən sənə yeni deyirəm ki, mən təfsirlə çox da getmirəm də, qardaş. Nə oldu, təfsir istəmədin bayaq? Dedin alimlərimiz, Allah say alimlərinə. İbn Abbas kimdir bilirsən heç olmasa? Niyə bilmirəm, qardaşım? Kimdir? İslam alimdir, Əhlüsün alimdir. İbn Abbas? Hə. Peyğəmbərin əmsi oğlu deyil, qardaş. Qardaşım, səhabət də imam sayılır da, qardaşım. Səhabən verdiyi, səhabədən gələn rəvayətdir bu. Nəyə müzakirəsini deyirsən? Yəni səhabədən gələn rəvayəti deyirsən ki, yəni peyğəmbərimiz səhv iş görüb də, elə çıxır da, elə deyirsən, hə? Ay peyğəmbərin nə iş görüb mən maraqlı deyil. Bu günlərim 8 yaşında, 9 yaşında qız almaq olar mı, olmaz mı? Şəriətin icazə verir mi, vermir mi? Bu günlər 8 yaşında, 9 yaşında deyirsən, elə söhbət edirsən ki, o vaxtın dövrünə insanların sən görsən, deyərsən ki, bəlkə bir 30 yaşı var. Görmüsən o dövrün insanları? Necə yəni görmüsən o dövrün insanları? Görmüsən o dövrün insanlarını? Harada gör? Qardaşım, özün də tarix oxuyan adamsan da, düz, yox, bir dənə qulaq asla mənə, özün də tarix oxuyan adamsan deyirsən, bir çox şeyləri bilənmirsən də, belə deyim də. Mən sənə bayaq nə dedim, tarixdə də, sən də qatdın İslama ki, o vaxtı da İslamın şeydir. Mən də sənə sübut eləyə bilərəm ki, məsələn, ateist olan bir insanda, xristiyan olan bir insanda, yahudi olan bir insanda keçmişi də 10 yaşında, 11 yaşında, 12 yaşında da evlənibdilər. Bunun İslama nə adiyyatı var? Adiyyəti budur ki, sənin İslamın ələ icazə verir. İndi hər şey olur, elə yapışırsınız İslamdan, hər şey olur, yapışırsınız Peyğəmbərdən. Deyirəm, İslamın icazə verir mi, vermir mi? Frekans getdi. Alo. Deyirəm, İslam icazə verir mi, vermir mi? Qardaş, mən də sənə deyirəm ki, hər şeyi İslamla şey eləmə də. Nə şey eləməyim? Deyirəm, İslam icazə verir mi, vermir mi? Şey zad eləmirəm axı. Ay. Ay vətəndaş. Donur sən də, qardaş. Yapma ya. Hacı, İslam icazə verir mi, vermir mi? Neyse, anlayıram. Donma bəhanəvi də anlayıram. O situasiyada mən olsam, mən də səs çıxardanmazdım. Yoldaşlar, hesabı takip alaqda mümkündürsə 60K-ya çatmamız lazımdır, yoxsa çatmışıq mı? Yoldaşlar, vətəndaşlar. Çatdıq, təbriklər o zaman. 60K olduq. Növbəti hədəf 100.000. Növbəti hədəf 100.000. İnşallah hesabı takip eləməyənlər takip alsın da. Ay Əhlüsün nə qaqa, sən niyə getdin ki? Sən mənə demədin axı ki, bu olar mı, olmaz mı? Ben yoruldum bayağı. Yoldaşlar, yayını yavaş yavaş yekunlaşdıraq. Artıq 5 saat yarımdır, yəni 6-cı saatdır ki biz yayındayıq. Yayını yekunlaşdıraq bu günlük. Sabah saat 8-də yayında olacaq.
Gecəniz xeyrə qalsın, xoş gecələr, xoş... Ay qardaşlarım, deyirsiniz şey diye, yayını bağlama ama tamam, izləyicilər istəyir, tamam. Bir dəfə sizin xətrinizə yarım saat davam edək. Mən də yorulam, bəylər, xanımlar. Çox ağır yorulam, tək başına oturmuşam burada, yüzlərlə, minlərlə adam girir. Yusifli, buyur, xoş gəlmişsən. Salam aleyküm kardeş. Məlövkü. Akşamınız xeyir olsun. Axşamın xeyir, Qəbələdənəm, ha, Rasim. Kardeş, mən Bədər oyunlarım, siz narahat edirəm. Nə? Bədər oyunundan. Dayı, mən Elgizaddır, öləm ki, sən neyirsən, haralısan, sən söhbət ver də. Yo, en azından hansı rayondan olduğumu deməli deyirəm, kardeş. Ha dayı, neyinlə mən pendir satası deyilsən Cəralda, buyur. Ama belə pay verə bilirsən götürərəm, yəni pay versən götürərəm. Problem yoktur, qurbandır sizə. Sağ olun, sarafat edirəm, buyurun. Prosto sizi mən izləyirəm bir neçə gündür. İndi də izləyirəm, canınıza baxıram. Sadəcə olaraq sizə bir dənə söz demək istəyirəm, sual verməyəcəm, söz demək istəyirəm sadəcə olaraq. Olar? Ha, ne olmur ki, buyur. Özünüzü yormayın da, bu bəzi insanların bu belə deyək də suallarına görə özünüzü yormayın. Mən sizi izləyirəm, siz çox belə deyək də belə özümdən razı demirəm. Sadəcə olaraq düzgün, məntiqli, şuurlu danışınıza görə mən sizə heyranam. And olsun Allaha. Halal olsun sizə. Yəni o sözümün canı o deyil. Siz imenli o Allah yoxdur yazdığınıza görə demirəm. Ha, ümumiyyətcə deyirəm. Onu bəhtana sizə sual verirlər. Sadəcə olaraq sizə bir dənə söz demək istəyirəm ki, özünüzü yormayın da bu necə deyirəm, bu bəzilərin deyirəm ha. O boş suallara cavab verməyə görə deyirəm. Allah sizi var eləsin. Sağ ol əzizim, teşekkürlər, var olasın. Çox məntiqli, çox şuurlu, çox necə deyim belə nəticəli, hər şeyin yeri bir yer olduğunu və savadınıza mən heyranam sizin. Çox sağ ol əzizim, teşekkür edirəm. Siz də takip alıram, siz də sağ olun. Allah sizi var eləsin. Adı nədir? Teşekkürlər. Salam Çevik, salam Çox Çevik. Sağ ol. Fatih növbəni gözlə dostum. Sən növbən deyil. Semka buyur, xoş gəlmişsən. Digərləri bitirəndə. Yaxşı. Semka buyur. Cavab vermiş. Neyse. Əliyev buyur, xoş gəlmişsən. Əliyev. Əliyev. Ay Əliyev. Əliyev də yatıbdı. Qaqa, hosteldə öyle bura, hosteldə qalışası pulun ver. Buyur Fatih, sən danış. Salam, hər vaxtın xeyir olsun. Hər vaxtın xeyir dostum. Qara panter bir dənə çata yazarsan dostum. Ha, buyur. Sənə qısa bir dənə sualım var. Bu məsələlər çox uzatmaq lazım deyil. Prosto sənə qısa bir dənə sual verəcəm, mənə konkret cavab verəsən, zəhmət olmasın. Aha. Fitrət nə deməkdir, fitrət? Fitrət nə deməkdir? Kök sözü yoxsa nə? Ümumiyyətcə, ərəbcədə fitrət nə deməkdir? Bir dənə açıqla zəhmət olmasın. Ərəbcə bilən sənsən axı. Yox, sən din haqqında ümumiyyətcə daha çox danışırsan. Sən bunları bilməlisən axı, fitrət nə deməkdir? Öz deməkdir, öz. Öz deməkdir, yaxşı. Fitrətən sən nə hiss edirsən? Nə barədə? Yəni, yaradılış barəsində. Yaradılış olmayıb o. Olmayıb? Yaxşı, bəs bu dünya texnologiyasını insan düzəltməsə, bu əmələ gələn şey deyil. Tamam, Hər o zaman bir Allah şey kim düzələn bir düzəldib? şeyin bir sənətkarıdır, bilirsən də. Sənətkarı kim Ha? düzəldib bəs? Sənətkarı kim düzəldib bəs? İnsanlar, məsəl üçün, götürək telefondur. Səninlə əlaqə saxlayıram. Bu telefon vasitəsilə. Bu telefonu düzəldən bir sənətkar var, o da insandır. Bildim Hansısa də bir sənətkarı kim mühəndis. düzəldib? Telefonu kim düzəldib? Sənətkarı kim düzəldib? Aha. İndi mən sənə bir şey deyim.
Yox, sən qəbul edirsən ki, telefonun bir düzəldəni bir mühəndisi var. Hə. Ay sağ ol. Demək, bir şey əlçəyə çıxmaq üçün onun bir mühəndisi lazımdır. Mən də Elmlisi sənə o lazım. deyirəm də Allahın mühəndisi nədir? Kimdir? Mən sənə deyim də, sən fitrətən, bax, Allah və mələkləri şahiddir. Sən qəlbində bilirsən Allah var. Çünki səni Allah o cür yaradıb. Qaqaşım, argumentdən niyə qaçırsan? Yox, qaçmıram. Sən bilirsən mən nə demək istəyirəm. Sənin qəlbinin Səbəb nəticəsi, Allahın ay qaqaşım. Yaradan var. Çünki Qəlbimin sən bu arasında qədər sağ mı gözünlə edəcəkdə, gördün- yoxsa sol mu edəcəkdə? Qulaq as. Sən gözünlə gördün bu qədər aləmi, inkar eləyə bilməzsən. Hər şey Kişi, argumentin varsa, ay kişi, argumentin varsa səsləndir. Yoxsa başımı bu boş şeylərlə yormadan mənə, canım gözüm. Bax, hər şeyin bir sənətkarı, hər şeyin bir səbəbi varsa, Allahın səbəbini mənə zəhmət olmasa ver də. Allah təkdir, onun yaradanı yoxdur. Niyə ki, kimə görə? Keyfivə görə? Keyfə görə yox, o hər şeyin sahibidir. Sən Nə bənzədirsən bilirsən? insanlara Allaha ona görə. Sənin problemin burdadır. Nə bilirsən? Yox, bənzətməsən bu şey metoda gəlib çıxa bilməzsən. Sən onu Niyə insanlara bənzədirsən. İki əlli bir şey insana bənzəmir. Onun Allah'a özünün bildiyi şəkildə əli var. Onun insanların əlinə bənzəmir. Hardan bilirsən? Çünki Allah'a bənzətmək üçün onun zatını görmək lazımdır. Sən və mən onun zatını görməmişik. Heç kim onun zatını görə bilməz. Allah deyəndə nəyə nəzərdə tutursan bu? Allahın dediyi sözə, dəlillərinə iman gətirmək lazımdır. Keyfiyyətini fikirləşmək İman lazımdır. Ay, məntiq var imanda. Keyfiyyətini fikirləşmək üçün Allahın zatını Heç bir görmək suala lazımdır. cavab Gəl vermirsən, üzləşdirirsən qardaşım. Allahın zatını gör. Qardaşım, imanın Hə. məntiqləndir, məntiqə dayanır. Məntiq ağıl, nəql ağıldan daha üstündür. Nəql Yəni, sən ağıldan kimsə daha gəlib heç- üstündür. Ağıl Tamam, nəqlə onda- çata bilməz. Hər şeyin dəlili olmalıdır. Əhsən. Sən Zəhmət dəlillə olmasa danışmırsan, qulaq as məntiqlə da yavaş sakit bir dəqiqə deyən. Ağlıva necə Dəlillə fikirləşirsən, danışmırsan, onu məntiqlə danış. Amma sən heç danışırsan. bir Məntiqlə dəlilin danışdığımı yoxdur. qəbul eləyirsən, eləmi? Gözləyim bir Məntiqlə, dəqiqə. din məntiqi qəbul eləmir. Məntiq əqildən sonra gəlir. Təkrar edə bilərsən cümləni. Məntiq əqildən sonra gəlir. Din nəyi Əqil qəbul dəlillə eləmir? bağlıdır. Deyirəm ki, din nəyi qəbul eləmir dedin? Bu görsən mənim dediyim sözü sən başa düşmürsən, başlamısan Əzim, din məntiqi qəbul eləyir, eləmir? Mən sənə deyirəm ki, nəqil, dəlil məntiqdən, ağıldan qabaq gəlir. Deyirəm, din məntiqi qəbul eləyir, eləmir? Nəqilə tabidir. Əqil Kişi nəqilə din tabidir. məntiqi qəbul eləyir, eləmir? Məntiq əgər dinə, nəqilə tabidirsə qəbul eləyir. Salam var. Hə. Hə. Din məntiqi qəbul eləmir. Məntiqsiz olduğunu etiraf edirsənsə məsələni niyə uzatıram ki? Bravo. Bu arada rasyonal bir çıxış idi o. Yəni sən orijinal İslamı şeylədin, təmsil elədin. Məntiq deyil, nəql. Əql deyil, nəql. Yəni sənə hekayə danışıblar, sən də iman eləmsən. Elşan teşekkürler dostum. Var olasın. Niye attın? Din məntiqsizlik dedi. Daha nəyə saxlayayım? Yoldaşlarıma çox yoruldum axı. Bəlkə yekunlaşdıraq. Gördün düz deyir, çıxartdın. Bəli, gördüm düz deyir. Gördüm düz deyir. Bəli, düz dediyimə görə çıxartdım. Bu dəfə düz dediyinə görə çıxartdım. Al aldı sizə əhsən. Bəli, adam etiraf elədi ki, dində məntiq zad yoxdur. Məntiqi qəbul eləmirdin. Və doğru da dedi. Yes. Bravo. Siz nəyin temasındasınız? Siz nə yaşayırsınız? Yoldaşlar, yayını yavaş-yavaş yekunlaşdırırıq. Sabah saat 8-də yayında olacaq. Artıq ciddən yorğunam. Aşağı-yuxarı yayına qoşulma 700 nəfərə çatıb. Yəni hər biri ilə danışmaq biraz ağırdır. Oyun 5-4 aldıq. Yoldaşlar, gecəniz xeyrə qalsın. Xoş gecələr, xoş istirahətlər. Sabah saat 8-də, yəni 20:00-da yayında olacaq. Gecəniz xeyrə qalsın. Əsən işlər, əsən qalın.